Hər kəsə salam, Evet Çınarda sizləri xoş gördük. Mən Niyaz, yeni bir mövzula sizin qarşınızdayam və qısa bir short videosu paylaşmışdım. Əsl trader hansı nələrə riayət etməlidir və indi isə artıq mövzu haqqında danışmağa başlayıram və onu demək istəyirəm ki, mövzu haqqında əsl trader hansı nələrə riayət etməlidir. Burada standart prinsiplərdən danışmaq niyyətim yoxdur. Yəni risk menecmentə riayət etməlidir və yaxud da stop loss qoymalıdır, take profit qoymalıdır, disiplin olmalıdır. Yəni bu mövzular haqqında danışmaq istəmirəm. Bu mövzular haqqında aşağı-yuxarı bizim səhifəmizdə də var və digər belə deyək, forex-ə məşğul olan treyderlərin səhifələrində də rast gələ bilərsiniz. Xarici treyderlərdə də rast gələ bilərsiniz. Yerli belə deyək, ölkəmizdə olan treyderlərdən də rast gələ bilərsiniz. Bugünkü danışmaq istədiyim məsələ sırf Telegramda siqnal qrupları ilə bağlı olan məsələdir və trader olmaq istəyən şəxslərin mən son zamanlarda rastlaşıram. Əksəriyyəti belə deyək, bu Telegram qruplarından istifadə edirlər və nəzərinizə çatdırmaq istəyirəm ki, əsla yəni trader olmaq istəyirsənsə və bu yolda addımlayırsansa, ilk addımları atırsansa, əsla belə deyək, bu yoldan keçmiş bir şəxs kimi onu demək istəyirəm ki, əsla bu Telegram siqnal qruplarından istifadə etməyin. Təbii olaraq yenə deyirəm, sizin məqsədiniz əgər trader olmaqdırsa, yox əgər sizin məqsədiniz sırf belə deyək, gəlir əldə etməkdirsə və əlavə gəlir kimi bu işə baxırsınızsa, bəli, hər hansı bir siqnal qruplarına qoşulmaq olar. Hər hansı bir belə deyək, məvacib qarşılığında. Təbii olaraq əgər siz sırf traderlə məşğul olmaq istəyirsinizsə və mən son zamanlarda fikir verirəm və sosial şəbəkələr də izləyirəm. Təlimçilərin demək olar ki, əksəriyyəti təlim keçdikdən sonra həmin treyderləri öz qruplarına dəvət edirlər. İstər siqnal qrupları olsun, istərsə də digər qruplar olsun. Düşünürəm ki, bu düzdür, treyderlə mütəmadi olaraq əlaqə saxlamaq olar, lakin düşünürəm ki, treyderi daim təlimçi olaraq daim nəzarət altında saxlamaq düzgün deyil. Və trader özü bunu başa düşməlidir əslində. Mən də bu yolu keçmişəm, çünki mən bu yolu keçmişəm deyə danışıram. Danışdığım YouTube-da olan bütün belə deyək, danışdığım videolar sırf yəni özümün də o yolu keçdiyimə görə rahat danışa bilirəm, öz fikrimi bildirə bilirəm. Və bu haqqda uzun bir mövzu danışmaq olar. Çox uzun bir video çəkmə fikrim yoxdur. Mən də təzə başlayan və onu demək hər şeylə biraz maraqlanırdım, marağım var idi. O vaxtları indiyənə kimi yadımdadır. Təxminən 2014-cü illər olardı, səhv eləmirəmsə, bəlkə də 13-14 bu aralarda Inforex şirkəti var idi Azərbaycanda və həqiqətən çox təəssüf ki, hal-hazırda bizdə elə bir belə deyək, struktur yoxdur. Onlar həmin Inforex şirkəti həftəlik səhv eləmirəmsə analiz paylaşırdılar jurnal şəklində və həqiqətən çox maraqlı idi və ora abunə olanda səhv eləmirəmsə e-mail vasitəsilə həmin jurnallar gəlirdi və sən də açıb baxırdın ki, həftəlik analizlərdə nələr var və cütlüklər haqqında nə məlumatlar paylaşırlar. Həqiqətən çox bir maraqlı bir belə deyək, addım idi. Sonradan isə Inforex şirkəti dağıldı və orada olan belə deyək, treyderlər, iqtisadçılar, ekspertlər hərəsi öz mövqelərini tutdular və həmin vaxtları mən də müəyyən siqnal qrupları var idi və yaxud da belə deyək, qruplar var idi ki, orada treyderlər öz fikirlərini bölüşürdülər, analizlərini bölüşürdülər. Mən də mütəmadi olaraq həmin qruplara qoşulurdum, marağındaydım, öyrənmək istəyirdim və elə vaxtlar olurdu ki, öyrənirdim, özüm analiz edirdim, lakin özümə inamım itirdi. Nəyə görə? Çünki həmin qruplara qoşulmuşdum və orada gördüm ki, başqa bir treyder, yəni həmin treyder və yaxud da təlimçi başqa analiz paylaşıb. Məsələn, misal olaraq hər hansı bir cütlüyü götürsək, avro dollar olan nisbətini götürsək, məsələn mən analiz edirdim ki, bu hissədən qalxmalıdır. Onun analizlərinə baxanda isə gördüm ki, və ya analiz paylaşımı ya da enişi göstərirdi. Bəzi hallarda mənim analizlərim düz çıxırdı və mən təbii olaraq həmin vaxtları belə deyim, bazara daxil olmurdum. Biraz özümə inamsızlığım var idi. Lakin sonradan düşündüm ki, artıq yəni bu belə getməz də, yəni mən daim sanki kimdənsə asılı bir vəziyyətdəyəm və həmin ona görə də həmin Telegram qruplarından və digər belə deyək, WhatsApp qruplarından hamısından çıxdım və
özüm başladım belə deyim, öyrənməyə. Səhv analiz eləsəm də özümlə olurdu, düz analiz eləsəm də özümlə olurdu. Və ona görə də əgər trader olmaq istəyirsinizsə, təbii olaraq bu yolda sizin addımlar atıb professional bir səviyyəyə çatmaq istəyirsinizsə, belə qruplardan uzaqlaşmaq lazımdır. Təbii olaraq bu belə qrupların olması bir balaca insanda belə arxayınçılıq yaradır ki, yəni ən azından təlimçi və yaxud da siqnal verən qruplarda olan şəxslərin praktikası çoxdur və verdikləri siqnalların reallığı və belə deyək, take profit səviyyəsi daha çox ola bilər. Amma zamanla praktika onu göstərir ki, bəzən belə olmur və həmin siqnal qruplarını istifadə edən şəxslər müəyyən müddətdən sonra həmin qruplarda olan insanların belə deyək, belə aylıq məsələn ödənişləri varsa, onları alıb belə deyək, həmin qrupları bağlayırlar. Bu sadəcə olaraq ehtimaldır və belə şeylər olubmu bu bazarda? Bəli, təbii olaraq olub. Yəni istisna hal deyil. Onu demirəm, yəni bizim belə deyək, ölkəmizdə belə halla mən rastlaşmışam və siqnal qruplarında istifadə edən şəxslər də var, razı olanlar da var. Sadəcə olaraq mənim fikrim odur ki, yəni sən əsl trader olmaq istəyirsənsə və bu sahədə professional bir səviyyəyə çatmaq istəyirsənsə, öz üzərində çalışmalısan və heç bir halda belə deyək, təbii olaraq təlimçiyə getməlisən və yaxud da əgər özünü öyrənirsənsə belə, yəni bu hər hansı bir qrupa qoşulub, Telegram qrupu, siqnal qruplarına qoşulub, oradan asılı bir vəziyyətə düşmək səni inkişafdan saxlayacaq. Və bu da təbii olaraq bəzi siqnal qrupları var ki, onların məqsədi odur ki, təlim keçəndən sonra həmin treyderləri belə deyək, həmin qrupda saxlasınlar. Çünki onlarda brokerlə ola bilsin ki, həmin belə deyək, təlimçilərin müqavilələri var və onlarla əməkdaşlıq edirlər, onların referallarından istifadə edirlər. Bu da bir başqa bir mövzudur və bu halda var. Sadəcə olaraq onu demək istəyirəm ki, yəni sizin təlimçi yanına getdiniz, təlimi keçdiniz və kifayət qədər əgər sizə bir müsbət təsir bağışlayırsa həmin təlim, çox gözəl. Çünki təlimlərin də belə deyək fərqləri var. Bəzi elə təlimlər var ki, sən ora gedə bilərsən. Misal olaraq necə ki hazırlıqda müəllimlər ki, istənilən fənn üzrə misal riyaziyyat olsun, fizika olsun, kimya olsun, uşaqlar gedir, müəyyən müəllim misal 10 uşaqdan 5 dənəsi daha yaxşı götürmə qabiliyyəti var. Başqa bir müəllimdə həmin 5 dənə uşaq daha yaxşı götürür. Yəni müəllimdən müəllimə fərqlər var, uşaqlara fərqlər var. Eynilə də forex bazarında, istər kripto bazarında olsun, bu da belədir. Yəni elə belə deyək, təlimçilər var ki, onların təlimlərindən trader olmaq istəyən şəxslər daha yaxşı istifadə edirlər və olurlar. Bəzi təlimlər var ki, oradan gedən həmin təlimi belə deyək keçən insanlar, şəxslər oradan istədiyi nəticəni əldə edə bilmirlər. Təbii olaraq bu da normal haldır. Yəni buna sanki pulun batdığı kimi baxmaq lazım deyil. Bir növ sizin üçün praktik olacaq və növbəti dəfə hər hansı bir təlimə qoşulmamışdan öncə artıq sizdə bir praktika var deyənə həmin təlimçinin ilk məsəl üçün sözündən başlasaq, danışığından və təlim müddətində anlamaq olar ki, həmin təlimçi hansı bir səviyyədə, yəni bu işi bilir. Elə misal təlimçilər var ki, həqiqətən çox yaxşıdırlar və öz fikirlərini və həyat tərzində ki, bunları yaşayıblar, yəni keçiblər deyənə fikirlərini yaxşı bildirirlər. Bəzi təlimçilər var ki, kifayət qədər praktikası var, lakin öz fikrini belə deyək, həmin şəxsə çatmaqda çətinlik çəkirlər. Düzdür, mövzumuz o deyil. Sadəcə o mövzu açıldı deyənə mən qısa bir o haqqda danışdım. Mövzumuz əsasən odur ki, əgər sən əsl trader olmaq istəyirsənsə, birməli olaraq, yəni standart məsələlərdən əlavə olaraq bu siqnal Telegram qruplarından çıxmalısan və özün fəaliyyət göstərməlisən və özünə güvənin artmalıdır və bu səndə baş verərsə, sən təbii olaraq uğurların daha çox olacaq və bu forex bazarı olsun, istər kripto bazarı olsun, bazar elədir ki, burada daim işləməlisən, burada daim öz üzərində də işləməlisən və əldə etdiyin nəticələr, uğurlar səndə öz güvən yaratmalıdır. Amma siqnal qruplarında işlədikcə, yəni bu prosesi, bu addımları keçmiş bir şəxs kimi deyirəm sizə, yəni özünü inkişaf etdirmək biraz çətin olur.
Yəni daim hansısa bir qrupdan, hansısa bir belə deyək Telegram səhifəsinə asılı bir vəziyyətə düşürsən. Təbii olaraq ola bilər ki, hər hansı bir çətinlik yaşayanda həmin təlimçiyə, yəni təlimçi keçsin təlimçiyə müraciət edə bilərsən və normal halda ki, həmin təlimçi ilə əgər siz təlim keçmisinizsə, həmin təlimçi sizinlə mütəmadi olaraq həftədə və yaxud ayda bir dəfə əlaqə saxlasın, hansısa bir qaydada işlərin getdiyinə maraqlansın. Yəni bu da normal bir hallardan biridir. Ona görə də mənim sadəcə olaraq təlim proqramım yoxdur, yəni təlim keçmirəm və öz fikirlərimi YouTube səhifəsində insanlarla bölüşürəm. Öz qurduğum strategiya var, o haqqda da məlumat paylaşmaq istəmirəm. Çünki bəlkə gələcəkdə paylaşsam, hələ ki düşünmürəm və paylaşdığım videolar da sırf məlumat xarakterli videolardır. Və düşünürəm ki, bu illər ərzində hər hansı bir nəticəyə nail olmuşamsa və öz fikirlərimi də izləyicilərə çatdıra bilərəm. Və bu mövzu haqqında da bu qədər. Sadəcə olaraq yenə də öz fikirlərimi bildirdim. Biraz bizdə insanlarda sadəcə qaçırlar. Kimlər ki, belə deyək, strategiya paylaşır, kimlər ki, hər hansı bir real gəlir paylaşırlar, onların yanına daha çox qaçırlar. Təbii olaraq bu da biraz psixoloji olaraq bir şeydir. Yəni gəlir əldə edən şəxs varsa düşünürlər ki, yəni bunun hər hansı bir strategiyası var və ondan öyrənmək istəyirlər. Sadəcə işin məğzin psixoloji tərəfinə varmaq istəmirlər. Yəni bu işin əsas hissəsi də Forex bazarında, maliyyə bazarında ticarət etmək istəyirsənsə, bu işin əsas bir hissəsi də 70-80%, bəlkə də 90% psixologiyadır. Nə qədər strategiya bilməyinə asılı olmayaraq, yəni psixoloji sən buna hazır olmalısan, itkiyə də hazır olmalısan, qazanca da hazır olmalısan. Ona görə də yəni düşünürəm ki, mən neçə də video paylaşmışam. Sadəcə olaraq insanlar biraz videoları və daha doğrusu səhifə abunə olmağı və videoları bəyənməyi, ən azından fikir bildirsələr ki, misal olaraq da, yəni danışdığım məsələlər və yaxud da yaratdığım kontekst, əslində kontekst mən yaratmıram. Sadəcə olaraq yəni öz fikirlərimi bölüşürəm. Bu keçdiyim illər ərzində öz fikirlərimi bölüşürəm və yaxşı deyil, bunu dəyiş. Yəni mən də hər an deyirəm ki, yəni insan da yəni ola bilər kiminsə xoşuna gəlməsi normal bir haldır. Bu qədər. Ümumiyyətlə bu Forex barəsində, yəni bu sahə barəsində çox danışmaq olar, saatlarla danışmaq olar. Bəlkə gələcəkdə belə deyək, tələbat olsa və daha çox insanlar belə deyək, sadəcə olaraq belə bu Forex barəsində müzakirə eləmək istəsələr, yəni bir qrup yaradıb görüş təyin etmək olar. Sadəcə olaraq, yəni belə deyək, məndən də bəlkə də belə deyək, daha professional traderlər var, daha yaxşı ticarət edən traderlər var. Mən öz real ticarətimin düşünürəm ki, sizlər üçün, yəni niyə görə maraqlı olsun? Əgər bu qazanıramsa, yəni bu mənim qazancımdır. Sadəcə öz fikirlərimi və öz praktikamı bölüşməyi daha üstün tuturam və ümid edirəm ki, daha çox səhifə abunəçilərim artar və video daha çox baxış gələr. Çünki bu məndə həqiqətən motivasiya yaradır. Həm də ki, daha çox məlumat verməyi, bəlkə görüş təyin etməyi, yəni bu haqda, bu barədə, ümumiyyətlə bu bazar barəsində fikirlərim, ideyalarım belə deyək çoxdur. Allah qismət eləyər, bunların hamısını yavaş-yavaş, bəlkə də daha sürətli, yavaşlamaq olmaz bu bazarda, sürətli həyata keçirə bilərəm. Bu qədər. Bu mövzu biraz başqa yerlərdə yönəldi və bu mövzunu bitirmək istəyirəm qısa olaraq. Hər kəsə uğurlar arzu edirəm və düşünürəm ki, sentyabr ayından yaxşı bir mövzuya başlamaq istəyirəm. Həqiqətən çox bir maraqlı bir mövzudur və bu mövzu haqqında ilk dəfə bunu açıqlayıram. Bəlkə kitab yazmaq fikrim niyyətindəyəm. Düzdür, biraz çətindir. Nə mənə çətindir? Vaxt baxımından biraz çətinliklər var. İnşallah Allahın izni ilə onun da öhdəsindən gələrəm və kitabı da yazaram və o mövzu haqqında həqiqətən düşünürəm ki,
çox maraqlı bir mövzudur və düşünən insanlar və həyatda uğur qazanmaq istəyən insanlar üçün yaxşı bir mövzudur. Bu qədər. Hər kəsə uğurlar arzu edirəm. Allah amanında. Xoş günlər.